ən uzun yayından videomuzu çəkirik. Bu səfər bax belə edirik. Bir videonu 0,5K'ya özəldir. Bir kart 0,5K baxış. Hər bir kart 500.000 baxış üstündür. Gedək. Bu səfər göstərmədiyim kartları göstərəcəm sizlərə. Maraqlı bir. Bax belə FIFA 19 seriyam var. Ronaldo, Neymar, Ronaldo, Muhammed Salah, Messi. Nesidən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 5K. 5000 baxışımız hazırdır. Nemanja Matic, Paul Pogba'nın bax belə ikili kartı var. Dejan Lovren, Keylor Navas, Jerome Boateng, Martial, Fazio, Cellini, Pogba, Silva, Benzema, Cellini, Isco, Kevin Trapp, Pique, Carvajal, Pogba, Lucas Digne. Hal-hazırda Lucas Digne Aston Villa'da oynuyor və də Galatasaray bu futbolcunu istəyir. Edin Dzeko Roma'dan sonra desən PSG-dən mi keçdi? Yoxsa Inter'e mi? Yoxsa Inter'dən sonra desən gəlmişdi hə Fener'e. Bilməm desən Fenerbahçe'ye. Fener'dən də sonra Fiorentina'da indi hal-hazırda. Federico Bernardeschi. Bunu bilmirəm. Altlarında burada futbolcuların dəyərləri yazılıb. Sən baxaq görək nə idi. Sən Nemanja Matic, Paul Pogba'nın kisibdi dəyə 9 milyon, Dejan Lovren 5 milyon, Keylor Navas 6 milyon, 7 milyon və belə gedir. Paul Pogba'nın tək özü neçə milyondur dəyəri? Tək özünün dəyəri 9 milyonmuş. Nemanja Matic'in dəyəri neçədir bəs? Əgər 9 milyon, ikisi bütünlə 18 milyon olmalı deyil. Neyse, James Milner, İngiltərə. Hocam sən yaşlısan artıq, qocalmısan. Smalling, məsələn, Smalling karyerasını qutarıb mı? Suallar. Garth Bale karyerasını qutarmış. Denis Suarez, Lucas Digne, Rudy, Umtiti ilə Pique. Haço neçənci kartımız oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 kart. 1, 2, 3, 4, 5, 6, 7'den. Devam edelim. Thomas Müller, Robert Lewandowski, Rashford. Artıq 20K. 20.000 sizlərə özəl baxışlar. Bilirsiniz ki 197.000 deyil artıq. Onu deyim. İndi hal-hazırda 26 iyunda 197.000 deyil. Siz videonu izləyəndə yəqin ki bir inşallah ki 250.000, 300.000 olacaq. Avqust ayında bu video yayımlanacaq. Onu deyim sizə. Nelson Semedo, Sami Khedira. Səhv etmirəmsə Sami Khedira karyerasını bitirib. Nemanja Matic, Ter Stegen, Douglas Costa 5, Varane 6, Costa 7, Mario Götze 8, Sami Khedira 9, Adam Lallana. Məsələn burada karyerasını qutarmış. Biz bugün çox futbolçu gördük. Semedonu bilməm oyununu yoxsa. Məsələn Sami Khedira da karyerasını qutarıb. Nemanja Matic'dən xəbərim yoxdur. Costa'dan da xəbərim yoxdur. Rafael Varane da məsələn karyerasını qutarıb. Mario Götze də karyerasını qutarıb. Adam Lallana da karyerasını qutarmış bir futbolcu. Məsələn Maxi Pereira. Bunu bilənlər mənə yazsın. Bu oynayır yoxsa yox. Məsələn Klein. Bunlar oynayır bu futbolcu yoxsa yox. Məsələn bu oynayır yoxsa yox Kimpembe. Lo Celso. Məsələn bəlkə də Lo Celso oynamır. Çünki mən zatları görmürəm onu. Argentina millisindən mən o futbolcunu görmürəm. Mario Mandzukic. Məsələn mən bundan da xəbərim yoxdur. Bəlkə də karyerasını qutarıb. Marquinhos. Məsələn Marquinhos indi də oynayır hal-hazırda. Marco Asensio Aston Villa'dadır. Kevin Strootman, Danilo De Rossi. Bunlar da oynayır. Pereira yeniləm. Ter Stegen, Umtiti, Schmelzer Portugaliyada. Bilməm desəm karyerasını qutarıb. Nacho Fernandes ama oynayır. Jordan Henderson. Bax bu da oynayır. Artıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 30K, 30.000 baxış. Geride qalan 4 dəqiqə. Buna görək. Daha çoxlu kartlarımız o göstərəcəm hamısını. Keylor Navas, Alex Telles, Rafael Varane, Kevin Strootman, Danilo De Rossi, Kieran Cellini, Di Maria, Lucas Vazquez,
Sanchez, Ander Herrera, Mario Götze, Herrera, Mandzukic, Anthony Valencia, Ter Stegen, David Alaba, Samuel Umtiti. En çok sevdiğim bir qapıçılar üzrə fikrimcə mənim en güclü qapıçım birinci sırada David De Gea'dır. Phil Jones, Victor Lindelöf düştü. Alcantara. Tek Alcantara da burada yayda kariyerasını bitirdi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 10. Her spor tamamında 5 dediğimde bir kart elədi. Növbəti digər kartlarımızı onlara göstərmək istəyirəm. Baxın belə Koke, Eriksen, Alisson, Neuer, Hugo Lloris, Sané, Agüero, Marco Reus, Jimenez, Alaba. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 tane burada. Sonunda deyəcəm sizlərə. Bax, belə kartlarımız vardı. Göstərmək istəyirəm. Neymar, Messi, 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 Messi və Messi. Tam 6 adet kart buradadır. Növbəti 10-cu kartımız da artıq hazırlandı. Artıq 10, 20, 30, 40, 50 min baxışımızı hazırladıq. Kaka, Suarez, Walcott, Suarez, Ter Stegen, Theo Walcott, Messi, Ter Stegen, Alex Sanchez, Ter Stegen, Suarez, Di Maria, Jordi Alba, Dembele, Suarez, Ter Stegen, Suarez, Arturo Vidal, Robben, Mehmet Salah, Neymar, Ronaldo. Sen artık burada da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Daha 20 kartımızı size gösterdik. Yani artık 60K'ya yaxınlaşdıq və sonuncu videomuzu kartımızı göstərək. Messi, Lassana Diarra, Stefan Savic hal-hazırda Trabzonspor şərəfini qoruyur. Nacho ilə eyni qaldı kimi qalıb. Can Oblak, Robben demiş, Sergio Ramos. Bunlar Çempionlar Liqasının 2019-cu ilə özəl olan kartlardır. Leroy Sané, Osman Dembele, Corentin Tolisso da hal-hazırda oynuyor. Junior Neymar, Coutinho, Sam Vrsalko, aynı zamanda Jordi Alba. Jordi Alba ile Lionel Messi hal-hazırda ikisi yeniden komanda yollaşdı. 8, 9, 10. İkisi de Inter Miami'nin şərəfini qoruyur. 10. Növbəti videomuzu keçək. Birazdan çəkəcəm. Ardını gözləyin.